Salam əziz müdavimlər, mən FİS Akademinin Riyaziyyat fənni üzrə mentor müəllimi Ləman Hümbətova. Bugün sizlə ümumi sınağımızın izahlarına baxırıq. Vaxt itirmədən başlayaq. Deyir ki, iki dost eyni velosiped almaq istəyir. Birinci dostun təklikdə bu velosipedi almaq üçün 26.2 manatı çatmır. İkincinin isə 78.6 manatı çatmır. Onlar pullarını birləşdirib bu velosipedi alsalar, 45.4 manat pulları artıq qalar. Velosiped neçəyədir? Deməli, əgər mənim velosipedim x manatdırsa və birincinin əgər 26.2 manatı çatmırsa, deməli birincinin nə qədər pulu var? Birincinin pulu x çıxılsın 26.2-dir. Birincinin 26.2 manatı var. İkincinin isə x çıxılsın 78.6 manatı var. Belə başa düşməyənlərə belə izah edeyim. Tutalım ki, sizin bir əşyanız var. Daha doğrusu bir əşya satılır. O tutalım 3 manatdır. Və sizin 1 manatınız çatmır onu almaq üçün. Siz 3-dən 1 çıxırsınız ki, görəsiniz sizin nə qədər pulunuz var. Həqiqətən sizin 2 manat pulunuz var. 1 manat pulunuz çatmır ki, gedib o 3 manatlıq əşyanı alasınız. Bu da onun kimidir. Sadəcə burada tamla verilibdir. Və sizə deyir ki, onlar pullarını birləşdirib bu velosipedi alsalar, 45.4 manat pulları da artıq qalar. Əgər 45.4 manat pulları da artıq qalırsa velosipedin qiymətindən, o zaman artıq qalan hissə də x üstə gəlsin 45.4-dür. Amma nəzərə alırsınız ki, bu ikisinin cəmi buna bərabərdir. Çünki bu birincinin puludur, bu da ikincinin puludur və bunlar pullarını birləşdirəndə əlavə qiymətdən 45.4 manat pul artıq qalır. Və mən də tənliyimi quranda deyirəm ki, x çıxılsın 26.2 üstə gəlinsin x çıxılsın 78.6 bərabərdir. X üstə gəlsin 45.4. Niyə? Çünki pullarını birləşdirəndə deyir ki, velosipedin qiymətindən 45.4 manatda artıq pul qalır. Deməkdir ki, mən də bərabər eləyirəm ki, birləşdirdim pulumu, artıq da pul qaldı. Və açaq bu tənliyi. X çıxılsın 26.2 üstə gəl x çıxılsın 78.6 bərabərdir. X üstə gəlsin 45.4. Deməli, 2x çıxılsın 26.2-nin üstünə 78.6 gələndə 2 dənə mənfi olduğu üçün mənfi işarəsini yazaraq toplayıram. 104.8 eləyir. Bərabərdir x üstə gəl 45.4. 45.4. Daha sonra nə edirəm? X-ları bir tərəfə, ədədləri də bir tərəfə gətirəndə 2x-dan x çıxanda 2x çıx x bərabərdir 45.4. Bu müsbətdir, bu mənfidir. Ona görə mənfi daha az, daha kiçik olduğu üçün az olanı gətirirəm çoxun yanına. Burada 104.8. Az olanın işarəsini gətirib, yəni xasiyyətini dəyişib, gətirirəm çox olanın yanına. Üstə gəlinsin 104.8. Daha sonra x da bərabərdir. Neçə eləyəcək? 150.2. Deməli, velosipedin öz qiyməti 150.2-dir. Və onlar da pullarını birləşdirəndə 45.4 manat da artıq qalır. Belə istəsəniz x-i yerinə qoyub tək-təkdə qiymətləri tapa bilərsiniz. Keçirik ikinci suala. Keçdik ikinci suala. Belə bir sual eyni istiqamətli hərəkət mövzusunda səhv eləmirəmsə FİS kitabında 25-ci sualda var idi. Yəni işləmək istəyənlər əlavə olaraq oradan da işləyə bilərlər. Deyir, eyni anda və eyni istiqamətdə A məntəqəsindən yola düşən iki avtomobil arasındakı məsafə 4 saatdan sonra 80 kilometr oldu. Deməli, burada eyni istiqamətdir və 4 saatdan sonra 80 kilometr məsafələri olur. Digər tərəfdən isə deyir,
A məntəqəsindən eyni anda və əks istiqamətdə yola düşsə bu avtomobillər, onlar arasındakı məsafə 4 saatdan sonra 380 kilometr olacaq. Deməli, birində sizə eyni istiqamətin düsturunu tələb edir, birində əks istiqamətin düsturunu tələb edir. Gəlin düstura əsasən yazaq, amma sürətlərini bilmirəm mən. Deməli, V1 çıx V2 vur 4 bərabərdir 80. Bu eyni istiqamətə aiddir. Çünki deyir 4 saatdan sonra 80 kilometr olur. Əks istiqamətdə isə V1 üstə gəl V2 vur 9, daha doğrusu vur 4 bərabərdir 360-a. İndi nə edirəm? Sadələşdirəndə gəlin bir sistemə alaq bunları. V1 çıx V2 bərabərdir 80-i 4-ə böləndə 20, V1 üstə gəl V2 360-ı 4-ə böləndə eləyir 90. Bunu da yenə sistemə alanda yadınızdadırsa bizim qaydamız var idi ki, böyüyü tapmaq istəyəndə toplayıb yarıya bölürdük, yəni 2-yə bölürdük. Kiçiyi tapmaq istəyəndə çıxıb yarıya bölürdük. Biz də nə edirik? Bizdən nə istəyir? Sürəti çox olan avtomobilin sürətini istəyir. Yəni böyüyü istəyir, toplayıb bu ikisini 2-yə bölürük. Yaxud sistem tənliklə də elə 6-6 toplayanda da V2 ilə V2 gedir. Qalır nə? 2V1 bərabərdir. 20 üstünə 90 gələndə 110. V1 də bərabərdir 112-yə böləndə 55 eləyir. Yəni bu sistem tənlik formasında da yaza bilərsiniz. Yaxud elə birbaşa da 90 üstə gəl 20 bölünsün 2 şəklində də yaza bilərsiniz. Az olanı istəsəydi əgər, onda da 90 çıxılsan 20 bölünsün 2 şəklində yazardınız. Bizdən böyük istədiyi üçün deyirik cavabımız D variantıdır. Keçirik 3-ə. Aha, keçdik 3-cü suala. Bu qəbul tipli suallardan biridir. Yəni qəbula düşmüş suallardan biridir. Deyir ki, saat 21:00-da başlayan motorlu qayıq yarışının iştirakçıları əvvəlcə göldə 46 kilometr, sonra həmin gölə tökülən axma sürəti 3 km/saat olan çayda 80 kilometr yol qət etməli idilər. 17:00-da iştirakçılardan biri finiş xəttini birinci keçərək qalib oldu. Birinci yerə çıxmış motorlu qayığın öz sürəti ilə axın ilə sürətinin cəminin rəqəmləri, cəminin 2 mislinin rəqəmləri hasilini tapın. Deməli, bunu tapanda nə edirik biz? İlk növbədə biz deyirik ki, bunlar birinci göldə yarışırlar. Daha sonra bu gölə tökülən çayda başlayırlar yarışmağa. Əgər bu gölə tökülən çayda başlayırlarsa yarışmağa, bunlar deməli gölün axınının, daha doğrusu çayın axınının əksi istiqamətində yarışacaqlar da. Çünki yəni bu çay əgər belə gəlib axırsa, bir dənə də qəşəng çəkim şəkli. Yəni bu çay əgər belə gəlib axırsa və bunlar da həmin çaya istiqamət, yəni çay istiqamətində artıq gedirsə, gölə tökülən çayda gedirlərsə əgər, onda deməli bu göldən çıxıb çayın axınına qarşı getmiş sayılırlar. Bu tip məsələlərdə əsas məntiq budur. Yəni bu məntiqi tapmalısınız. Elə bilin ki, adi göldür, gölə çay tökülübdür və sizin almaq istədiyiniz bir əşya var və o çayın o bir tərəfindədirsə, siz həmin o gölə tökülən çayın axınına qarşı artıq getməlisiniz ki, o əşyanıza gedib çatasınız. Çünki sizin başqa bir yolunuz yoxdur. Ya göldə öz-özünüzə üzməlisiniz, ya da ki, o çayla birlikdə yolunuzu davam eləməlisiniz. Aha, indi bunun sizə mən asan bir üsulunu deyirəm. Əgər bilirsiniz ki, göldə çayın sürəti olmur, sadəcə kater, zaman və ümumi yol olur. Bizə də deyir ki, bu göldə 46 kilometr üzübdür. Amma sürətini bilmirəm. Ona görə deyirəm ki, 46 bölünsün kater mənim motorlu qayığımın göldəki zamanıdır. Digərində isə 80 kilometr yol qət eləyir. Çayın sürəti verilib, yenə katerin sürəti verilməyib, amma axına qarşı olduğunu bilirəmsə, axına qarşının düsturu nə idi? Kater çıx çay, vur zaman bərabərdir 80-ə. Burada da yenə mən zamanım yoxdur deyə deyirəm ki, 80
bölünsün katir çıx 3 və mən tapmalıyam ki, mənim zamanım nə qədərdir? Mən də deyirəm ki, 17:00 çıx 11:00 eləyir 6 saat. Mənim zamanımda həm göldə, həm də gölə tökülən çayda olan zaman, ümumi zamanım 6 saatdır. Çünki 11-də başlayırlar, 17-də artıq neynir? Finiş xəttinə çatırlar. Deməli, bunlar ümumi həm göldə, həm çaya axan daha doğrusu gölə axan çayda 6 saat yolda olubdular. Mən də bunu toplayıram, bərabər eləyirəm 6-ya. Çünki niyə? Mən burada hər ikisində zamanı tapmışam. Buna əsasən biz seçmə üsulundan istifadə eləyirik. Seçmə üsulundan istifadə eləyəndə 46 bölünsün k, 80 bölünsün k çıx 3. Mən bura k-nın yerinə elə bir ədəd yazmalıyam ki, bu ədəd həm 46-ya bölünsün, həm də 80-ə bölünsün. Mən də deyirəm ki, mənim ədədim olsun 23. Yəni bunu tapmaq üçün siz 46-nın bölənlərindən də istifadə edə bilərsiniz. Bu da olur 1, 2, 23, bir də 46. 46 ola bilməz. 46-nı qoyanda burada, yəni 1 olur 46, 1 olur 46 çıxılsın 3. 80 də ki 43-ə bölünmür. Ona görə 46 getdi. 1 olmaz, 2 olmaz. Çünki burada mənfi alınır. Təkcə 23 qalır. Yəni bu formada seçmə üsulundan istifadə eləyirsiniz. Və mən də deyirəm ki, 46-nı buradan yazım ki, katir 23-dür. 46-nı 23-ə böləndə eləyir 2. 80 bölünsün 23 çıxılsın 3 də 20 eləyir. 80-i də 3-ə böləndə, daha doğrusu 20-yə böləndə eləyir 4 bərabər olur həqiqətən də 6-ya. Deməli, mənim tapmaq istədiyim sürət elə 23 imiş. Sizə nə deyir? Deyir, bu qayığın öz sürəti ilə axın ilə sürəti. Əgər öz sürəti 23-dürsə, axın ilə sürəti nə qədər olacaq? 23 üstə gəl 3 bərabərdir 26. Sizə deyir bunların cəmi 23 üstə gəl 26 bərabər deyir 49. Və bunun rəqəmləri cəmi 4 üstə gəl 9 bərabərdir 13. 13-ün 2 misli 13 vurulsun 2 26 və sonra həmin tapdığımızın da rəqəmlərinin hasili deyirsə 2 vurulsun 6 eləyir 12. Cavabım olur D variantı. Keçirəm 4-ə. Aha, keçdik 4-cü suala. Deyir 6 il əvvəl Zaurun yaşı Aydanın yaşından 2 dəfə çox idi. Zaurun indiki yaşının Aydanın 2 il sonraki yaşından 5 vahid çox olduğu məlumdursa, Zaurun indiki yaşının rəqəmləri cəmini tapın. Deməli, Zaurun yaşına Z deyirəm, Aydanın da yaşına A deyirəm. 6 il əvvəldən söhbət gedirsə, deyirəm Zaur çıx 6, digər tərəfdə də Aydan çıx 6. Amma sizə deyir ki, Zaurun yaşının 6 il əvvəlki Zaurun yaşı 6 il əvvəlki Aydanın yaşından 2 dəfə çox idi. Mən də neynirəm? Təbii ki, kasıbın yanında oluram və Aydanın yaşını vururam 2-yə və bunları bərabər edirəm. Bunlar bir yanda. Sadələşdirəndə Zaur çıx 6 bərabərdir. Nə olacaq? 2 Aydan çıx 12. Daha sonra Zaur bərabərdir 2 Aydan çıx 12-nin üstünə, mənfi 12-nin üstünə 16 gələndə, daha doğrusu 6 gələndə eləyir 6. Deməli, Zaurun yaşı bərabərdir 2 Aydan çıxılsın 6-ya. Bu öz yerində. İndi digər tərəfdən deyir ki, yenə Zaurun indiki yaşının Aydanın 2 il sonraki yaşından 5 vahid çox olduğu məlumdursa. Yenə deyir ki, bizə Zaurun indiki yaşının Aydanın 2 il sonraki yaşından, Zaurun indiki yaşı Aydanın 2 il sonraki yaşından əgər deyirsə, Aydan üstə gəlinsin 2. Deyir 5 vahid çoxdursa, yenə də mən kasıbın yanında oluram, üstünə 5 gəlirəm və bu yaşları bərabər eləyirəm.
O zaman da deyirəm zaur bərabərdir aydan üstə gəlinsin 7-yə. Deməli, buradan da mən zauru tapdım. Buradan da zauru tapdım. Gətirim bərabərləşdirim də elə. Çünki eyni yaşlardır. Hal-hazırki yaşlarını tapırıq biz. Yəni 2a çıx 6 bərabərdir a üstə gəl 7-yə. 2a çıx a bərabərdir 7 üstə gəl 6. A da bərabərdir. Neçə olacaq? 13 olacaq. Deməli, Aydanın yaşı 13-dür. Aydanın əgər yaşı 13-dürsə, gətirib burada 13 üstə gəl 7 yazanda deyirəm Zaurun da yaşı 20-dir. Məndən də nə istəyir? Zaurun yaşının rəqəmləri cəmini bu deyir 2 üstə gəl 0 bərabərdir 2. Cavabım olur E variantı. Keçirəm 5-ə. Deməli, keçdik 5-ə. Deyir, bir miqdar pul banka illik A faizi ilə qoyularsa, bir miqdar pulum mənim X-dır. Bilmirəm mənim nə qədər pulum var. Banka deyir, illik A faizi ilə qoyularsa, bir ilin sonunda 2000 manat artım olar. A faizlə deyirsə, X-i vururam faizə, faiz göstərən ədədə, bölürəm 100-ə, bərabər eləyirəm 2000 manata. Bu mənim düsturumdur da. Mən ədədin faizini tapanda nə edirəm? Faiz göstərən ədədə vurub 100-ə bölürəm. Buradan x-ımı tapanda nə edəcəm? X vurulsun nə olacaq? A bərabərdir 2000-i vuranda 100-ə eləyəcək. Sıfırların sayını artıraq. Olur 200.000. Deməli, x vurulsun A bərabərdir 200.000. Bu oldu birinci hissəm. Digər hissəmdə yenə x vurulsun eyni qaydada. Sadəcə digər faizimi A çıx 2 faiz veribdir. X vurulsun A çıx 2 bölünsün 100 bərabərdir 1000 manat. Burada da yenə x vurulsun A çıx 2 bərabərdir 1000-i vuranda 100-ə eləyəcək elə 100.000 manat. Deməli, bu da oldu 100.000 manat. Mən istəyirəm ki, neyniyim? Bunları bir ortaq məxrəcə gətirim də. Yəni, ya əvəz etmə eləyim, ya nə bilim, başqa nəsə üsulunuz varsa onu eləyə bilərsiniz. Mən deyirəm, əvəz etmə eləyim. Əvəz etmədə də neynirik biz? Buradan elə ən asanı budur da. Mən buradan x-ımı tapım. X bərabərdir 200.000 bölünsün A. Və bu x-i gətirim burada yerinə qoyum ki, mənim üçün hesablama asan olsun da. Çünki bu qədər böyük rəqəmi başqa necə hesablamaq olar? Deyirəm, 200.000 bölünsün A, vurulsun A çıx 2 bərabərdir 100.000-ə. Deməli, bu formada yazdım. Və mən deyirəm ki, mən həmişə deyirdim ki, kəsrin qarşısında ədəd varsa, bu özü bir ədəd sayılır. Baxın, bu hissə özü bir ədəd sayılır. Kəsrin qarşısında ədəd varsa, həmin ədəd sürətə vurulur. Yəni, 200.000 vurulsun A çıx 2 bölünsün A bərabərdir 100.000-ə. İndi mən də bunu tənasüb kimi vura bilərəm də. Bunun məxrəci 1-dirsə, belə gətirib çarpaz vuranda deyirəm ki, 200.000 vurulsun A çıx 2 bərabərdir 100.000 A-ya. Bunu indi tək-tək vururam. 200.000 A çıx 400.000 bərabərdir 100.000 A-ya. 200.000 A-dan 100.000 A-nı neynirəm? Çıxıram və 400.000-ə bərabər eləyirəm. Çünki ədədlər bir tərəfə, dəyişənlər bir tərəfə olanda tənliyim olur. Yəni 200.000 A-dan 100.000 A-nı çıxanda eləyir 100.000 A bərabərdir 400.000. A da bərabərdir 400.000-i 100.000-ə böləndə eləyir 4. Deməli, mənim faizim nə olacaq? Təbii ki, A-nın qiyməti olacaq C variantı 4. Bu tənliyi, yəni bu misalı həll eləmə üsulu bu formada həmişə əvəz etmədən istifadə edin. Çünki əvəz etmə ən asan həll üsuludur. Yəni ən vaxt qazandıran və ən asan həll üsuludur. Keçirik 6-ya.
Aha, keçdim 6-ya. Deməli, burada düşməyibdi çapda. Biri 3 olmalıdır, biri də 4 olmalıdır burada zaman. Onların müəyyən zaman ərzində getdiyi yoldursa əgər, sizə deyir ki, 2 dənə fərqli avtomobilin müəyyən müddətdə getdiyi yol verilibdir. Bunların əks istiqamətdə 4 saatda getdiyi məsafəni tapın. Mən bunların tək-tək sürətini tapmaq istəyirəm. Yəni 180 böl 3 bərabərdir 60. 320 böl 4 bərabərdir neçə eləyəcək? Eləyəcək 80. Məndən də nə istəyir? Deyir 4 saatda əks istiqamətdə getdikləri yol. Əks istiqamətin düsturu nə idi? 60 üstəgəl 80 vurulsun 4. Bu da eləyir 140 vurulsun 4 bərabərdir 560-a. Cavabım olur E variantı 60. Keçirəm 7-yə. Keçdik 7-ci suala. 7-ci sualda deyir ki, Nigarın saatı 7 dəqiqə geri, Firuzun saatı isə 4 dəqiqə irəlidir. Nigarın saatı ilə 19:10-da başlayan bir film Firuzun saatı ilə 21:00-da bitmişdir. Yəni Firuzun saatı qabağadır, Nigarın saatı isə geridir. Geridirsə əgər, yəni Nigarın saatı gerini göstərirsə, gəlin əslində olan saatı tapaq. Əslində olan saat 19:10 üstə gəlinsin 7 bərabərdir 19:17 olur. Bu Nigarın saatıdır. Çünki bu saat geri qalıbdır. 7 dəqiqə geri qalıb və 19:10-u göstərir. Firuzun saatı isə 4 dəqiqə irəli qaçıb. Bu zaman film görək əslində neçədə bitməli idi? 21:00 çıxılsın 4. Bu da eləyir 20:56. Əslində isə 20:56-da bitməlidir saat. Sadəcə 4 dəqiqə də bunun saatı irəlidir deyə 21:00 göstərir. İndi filmin zamanını tapanda 20:56 çıxılsın 19:17. 56-dan 17-ni çıxanda eləyir 39. 20-dən də 19-u çıxanda eləyir 1 saat. Yəni 1 saat 39 dəqiqə cavabım olur A variantı. Keçirəm 8-ə. Aha, keçdik 8-ə. Deyir, Nərgiz və Sənəmin hər birinin 10 manat pulu var. Eyni qələmdən Nərgiz 4 dənə, Sənəm 12 dənə alarsa, Sənəmin qalan pulu Nərgizin qalan pulunun yarısına bərabər olar. Buna əsasən deyir 5 dənə belə qələmi tap. Əgər bunların hər birinin ayrı-ayrılıqda 10 manat pulu varsa, 10 çıx. Mən qələmin pulunu bilmədiyim üçün qələmə x deyirəm və sayına vururam ki, bu da deyir 4 dənə qələm alıbdır. Yəni 10 çıxılsın 4x, digər tərəfdə də 10 çıxılsın 12x deyirəm. Və mənə deyir ki, Nərgizin pulu daha çoxdur. Sənəmin pulunun, elə bil ki, daha doğrusu Sənəmin pulu Nərgizin pulunun yarısıdır. Əgər Nərgizin pulu daha çoxdursa, mən nə edəcəm? Bir tənlik qurum da burada. 10 çıx 4x bərabərdir 10 çıx 12x. Mən istəyirəm ki, bu tərəfi vurum 2-yə. Yəni, Sənəmin pulunu 2-yə vurum ki, Nərgizin puluna bərabər olsun. Tənliyimi həll eləyəndə 10 çıx 4x bərabərdir 20 çıx 24x. Ədədlər bir tərəfə, dəyişənlər bir tərəfə, yəni 24x çıx 4x bərabərdir 20 çıxılsın 10 neçə eləyəcək? Eləyəcək elə 10. 20x bərabərdir 10-a. X da nəyə bərabər olacaq? 10-u böləndə 20-yə, 10 bölünsün 20 eləyir 2-də 1, bu da eləyir 50 qəpik. Deməli, qələmin qiyməti nə qədərdir? 50 qəpikdir. Bizdən də 5 dənə belə qələmin qiymətini soruşursa, 5-i vururam 50 qəpiyə, eləyir 2 manat 50 qəpik. Cavabım olur E variantı. Keçirəm 9-a. Aha, keçdik 9-cu suala. Deyir ki, 90 qram un, 60 qram şəkər və 50 qram yağ ilə halva çalındı. Alınan halvanın neçə faizi yağdır? Bu belə bir qaydadır ki, bir ədədin digərinə nisbətinin faizlə ifadəsini bildirir. Bu zamanda siz düsturla deyirəm, birinci ədədi ikinci ədədə bölüb 100-ə vurursunuz. Deməli, biz birinci ümumi olaraq kütləni tapırıq. Ümumi kütləni tapanda 60 üstəgəl 90 üstəgəl 50 bərabərdir. Eləyir nə qədər? 200 qram.
Halvanın ümumi kütləsi 200 qramdır. Yəni mən bu Y-a 200 qram verəcəm. Və bizdən də halvanın neçə faizinin yağ olduğu soruşulur. Əgər mənim halvam 200 qramdırsa və mənim yağım da 50 qramdırsa, mən 50-ni bölürəm 200-ə, vururam 100-ə. Bir ədədin digərinin nisbətinin faizlə ifadəsini bildirir. Yəni halvanın içində nə qədər yağ olduğunu bildirir, neçə faiz daha doğrusu. O da bərabərdir 200 ilə 100 ixtisara gedir. Burada qalır 2. 50-ni də 2-yə böləndə eləyir 25%. Cavabım olur A variantı 25. Bu məsələni başqa cür həll etmək istəsəniz əgər, deyirik ki, əgər bizim ümumi halvamızın çəkisi 100%-dirsə, halvanın özü bəs nə qədər olar? Daha doğrusu halvanın tərkibindəki yağ. Bu da x olur. Bu zaman tənasüblə həll eləyəndə 100 vur 50 bölünsün 200. Bu da yenə eləyir 25%. Keçdik 10-a. Keçdik 10-a. Onda sizdən ifadə qurmağınızı istəyir. Deyir, teplaxod durğun suda 4 saata 160 km yol gedir. Çayın axma sürəti A km/saat. Teplaxod deyir 3 saat çayın axınına qarşı neçə kilometr yol gedər? Deməli, əgər teplaxod durğun suda 4 saata 160 km gedirsə, yəni göldə 160 bölünsün 4 bərabərdir 40 eləyir. Burada biz ümumi yolu zamana bölüb gölün sürətini tapırıq. Bu eləyir 40. Daha sonra sizə deyir ki, çayın axma sürəti A km/saatdır. Çayın axma sürəti əgər A km/saatdırsa, isə də deyir teplaxod 3 saat çayın axınına qarşı nə qədər gedər? Əgər mənim teplaxodumun öz sürəti 40-dırsa, gətirirəm düsturla yerinə qoyuram. Yəni 40 çıx A, axına qarşı deyir axı. Ona görə mən də axına qarşına yerinə qoyuram. Vurulsun 3 bərabərdir. 3-ü vuranda 40-a eləyir 120. 3-ü də A-ya vuranda çıxılsın 3A eləyir. Deməli, mənim axına qarşı gedəcəyim yol 120 çıxılsın 3A düsturu ilə hesablanacaq. Cavabım olur D variantı. Keçirəm 11-ə. Keçdim 11-ə. 11-də deyir boş hovuzu bir kran 10 saata, digəri 15 saata, digəri də, yəni bu 2 kran doldurur, bu isə boşaldır. Buna əsasən deyir 3-ü də birlikdə açılsa nə qədər müddətə bu hovuz dolar və mən də demişəm ki, əgər nə qədər deyilirsə, onda sonda cavabınızı tərsinə çevirirsiniz. Yəni 10-da 1 bunların hər birinin birlikdə gördüyü işi tapırıq. Üstə gəlinsin 15-də 1, çıxılsın 30-da 1. Ortaq məxrəcə gətirəndə deyirəm olur 30-da 3, üstə gəl 30-da 2, çıxılsın 30-da 1. O da bərabərdir, eləyir 30-da 4 və bunları da ixtisar eləyəndə qalır 15-də 2. İndi mən nə edirəm? Məndən deyir 3 kran deyir eyni zamanda açıldıqda hovuz neçə saata dolar. Bunda tərsinə çevirirəm. Tərsinə də çevirəndə deyirəm ki 15 bölünsün 2 eləyir. Bu da olur 7/5 saat. Deməli mənim cavabım B variantı 7/5 saat olur. Keçirəm 12-yə. Keçdik 12-ci suala. Deyir, kvadratın bir tərəfi 18 santimetrdir. Bu kvadratın iki tərəfindən 11 santimetr tərəfləri olan kvadrat kəsib götürsələr, yerdə qalan fiqurun deyir perimetrini tap. Deməli, bir dənə belə kvadrat çəkirəm. Və siz bilirsiniz ki, kvadratın eni və uzunluğu olur. Bu da deyir, iki tərəfdən də 11 santimetr kəsilibdir. Bu zaman əgər bunun tərəfi 18-dirsə, buradan da 11, 11, buradan da 11, buradan da 11 olan bir fiqur kəsib götürürlərsə, yeni fiqurumuz necə olacaq? Hər tərəfi amma 18-dir yenə də. Sadəcə 11 tərəfli, yəni tərəfi 11 olan, cümləmi düz qurum, tərəfi 11 olan bir dənə kvadrat kəsib götürürlər. Bu da bizim yeni fiqurumuzdur. Baxın, bu hissədə bizim yeni fiqurumuzdur. Buradan gətirirəm, yeni fiqurumu mən çəkirəm. Bu tərəf 18, 18, bura 11, çünki tərəfi 11 idi.
Bura da 11 sayılır. Baxın bu hissə. Amma bura artıq 7 sayılır. Çünki tərəf ümumi olaraq 18 idi. 18 idi. Amma ki, gətirdilər 11 sm-ni çıxartdılar. Burada qaldı 7 sm. Buranı silək. Bu hissədə onun kimi 7 eləyir və daha sonra perimetrini tapanda neyniyəcəm? Hamısını toplayıram. P bərabərdir 18 üstəgəl 18 üstəgəl 2 vur 11 eləyir 22. 2 vur 7 də eləyir 14. O da bərabərdir. Cavabım olur 72 C variantı. Keçirəm 13-ə. Keçdik 13-cü suala. 13-cü sualda deyir ki, iki rəqəmli ədəddən A ədədinin çıxdılar. Nəticədə ədədin onluqlar mərtəbəsində duran rəqəm 5 vahid azaldı və ədəddə nə olur? 3 vahid artmış olur. Buna əsasən A ədədinin rəqəmləri cəmini tapın. Mən nə edirəm? Bura bir dənə özümdən bir ədəd verirəm ki, yəni bu ədədin onluq mərtəbəsini azalda bilim. Bu da məsələn deyirəm olsun 61. 61 ədədinin onluq mərtəbəsini azaldanda nə olur? 61 çıxılsın 50 bərabərdir, olur elə 11. Və bizə də deyir ki, ədədimizin özü də 3 vahid artdı. 3 vahid artdısa 11 üstəgəl 3 bərabərdir 14 olur. Mənim ilk ədədim 61 idi, son ədədim də oldu 14. 61-dən çıxıram 14-ü, eləyir 47. Deməli, mənim A ədədim 47 imiş. Yəni, 61-dən 47 çıxmışam ki, mənim ədədim 14 olubdu son olaraq. Və məndən A ədədimin rəqəmlərinin cəmini istəyir. 4-ün də üstünə gəlirəm 7-ni, eləyir A variantı 11. Keçirəm 14-ə. Deməli, keçdik 14-ə. 14-də deyir ki, 3 vurulsun 2x üstəgəl 45 çıx 16 böl 5 üstəgəl 19 bərabərdir 50 tənliyinin kökü haqqında hansı fikir deyir? Doğrudur. Deməli, mən deyirəm ki, nə olacaq? 3 vurulsun 2x üstəgəlsin 45. Burada mən 3-ü vurmaq istəyirəm elə 2x üstəgəl 45-ə. Bu zaman nə olur? Olur 6x üstəgəlinsin 135 çıx 16 bir mötərizənin daxilində böl 5 üstəgəl 19 bərabərdir 50-yə. Belə istəsəniz tərsinə getməklə də hesablayırsınız. 50-dən 19-u çıxanda neçə eləyir? Eləyir 31 bərabərdir 31. Daha sonra 31-i 5-ə vuranda neçə eləyəcək? Eləyəcək 155 bərabərdir 155. Daha sonra da 135 çıxılsın 16 neçə eləyir? 135-dən çıxanda 16-sını 9 eləyir 119. Deməli, 6x üstəgəl 119 bərabərdir 155. 6x bərabərdir 155-dən də çıxanda 119-unu 6x bərabərdir neçə eləyəcək? Eləyəcək 30, yox, daha doğrusu 36, bəli, x da bərabərdir 36-nı böləndə 6-ya, x eləyir 6-ya bərabər. Deməli, tənliyimin kökü nəyə bərabər oldu? 6-ya bərabər oldu. İndi mən gətirirəm bunu yerinə qoyub tapıram. Deyir, perimetr 32 santimetr olan kvadratın tərəfinin uzunluğu. Kvadratın tərəfinin uzunluğu deyirsə 32-ni 4-ə bölürük, eləyir bu 8. A variantı bizə aid deyil. Digərinə deyir ki, indiki yaşı 12 olan Rüfətin 2 il əvvəlki yaşı, 2 il əvvəlki yaşından söhbət gedirsə, bu eləyir 10, bu da bizə aid deyil. Deyir, 3 misli 18 olan ədədin yarısı. 3 misli 18 olan ədəd desəydi, hə, götürərdim ki, 6-dır. Amma axı mənə deyir yarısı. Yarısı deyirsə, bu 3 sayılır. Bu da mənə aid deyil. Deyir, sürəti 60 km/saat olan avtomobilin 360 km yolu getdiyi zamana bərabərdir. Bəli. 360 km, 60 km sürətli avtomobil təbii ki 6 saata gedəcək. 360-ı bölürəm 6-ya, 60-a eləyir 6. Mənim cavabım olur elə D variantı. Keçirəm 15-ə. Keçdik 15-ə. 15-də deyir ki, səyahətçi yolun 5də 3-ünü getdi. Əgər o 3 km az getmiş olsaydı, yolun yarısına çatmış olardı. Ümumi yolun uzunluğu neçə kilometrdir? Mən nə edəcəm? Deyirəm 5də 3 x
çıx 3 bərabərdir 2-də 1 x-a. Çünki bizə özü deyir ki, 3 kilometr az getsəydi yolun yarısına çatmış olardı. Mənim yolum x-dır. Yolun yarısı da 2-də 1 x eləyir. Yəni x-i bölürəm 2-yə. Buna əsasən tənliyimi həll edirəm. Ortaq məxrəcə gətirəndə deyirəm ki, hər biri 10-a gəlir. 10-da 6x çıxılsın 10-da 30 bərabərdir 10-da 5x-a. Gətirirəm dəyişənləri bir tərəfə, ədədi də digər tərəfə. Yəni 10-da 6x çıxılsın 10-da 5x bərabərdir 10-da 30-a. Digər tərəfdən də 10-da x bərabərdir 10-da 30-a. X-ım da elə nəyə bərabər olacaq? 30-a bərabər olacaq. Deməli, mənim ümumi yolum da elə B variantı 30-dur. Keçirəm 16-ya. Keçdim 16-ya. 16-da adi çevirmələrdir. Yəni demək olar ki, asandır. 40 metr, hamısını sizdən santimetrlə istəyir. 40 metr neçə santimetrdir? 40 metrimiz olur 4000 santimetr. Üstə gəlinsin 10 desimetr. 1 desimetr 10 santimetrdirsə 10 desimetrdə 100-dür. Üstə gəlinsin 200 santimetr. Üstə gəlinsin 4 metr nə qədərdir? 4000, daha doğrusu 400 santimetr. Üstə gəlinsin 210 millimetr nə qədərdir? 210 millimetrdə 21 santimetr eləyir. Çünki 1 santimetr 10 millimetrdirsə, 210 millimetrdə 21 santimetrdir. 21-ə. Bunları da toplayanda cavabım olacaq 4721. Yəni D variantı. Keçirəm 17-yə. Keçdik 17-yə. Deyir 3 ədədin cəmi 143-dür. Birinci ədəd deyir cəmdən 78 vahid azdır. 143 çıx 78 neçə eləyəcək? Eləyəcək 65. Deyir ikinci ədəd birinci ədədin 13-də 6 hissəsidir. İkinci ədəd də birincinin 13-də 6 hissəsidirsə, yəni 65-in 13-də 6 hissəsi neçə olacaq? Olacaq 30. Məndən üçüncü ədədi tapmağımı istəyir. Mən də neynirəm? Bunları toplayıb 143-dən çıxıram. Yəni 143 çıxılsın 65 üstə gəl 30. O da bərabərdir. Eləyəcək 48A variantı. Keçirəm 18-ə. Keçdik 18-ə. Deyir ki, 2 nərd zərinin atıldıqda, yəni atılandan sonra xallarının nə olması? 18 olması ehtimalını tapırıq. 18 olması ehtimalını deyirsə və 2 zər deyirsə, məxrəcdə 36 yazıram. Surəti də indi sizlə birlikdə tapıram. 18 olmağı üçün hansılar olmalıdır? Ya 3 ilə 6 olmalıdır, ya da 6 ilə 3 olmalıdır. Yəni burada 2 dənə ehtimal var. Başqa bir ehtimal, yəni 18 olmaq üçün ya 2 vurulsun 9 olmalıdır, ya 3 vurulsun 6 olmalıdır, ya da 1 vurulsun 18 olmalıdır. Bizim də zərimizin üzərində 9 və 18 xalları olmadığı üçün elə bu ikisindən istifadə olunur. Yəni 2 dənə ehtimal var. 3-6 ehtimalı və 6-3 ehtimalı. 36-da 2 də mənim ehtimalım olur. Bunu da ixtisar eləyəndə qalır 18-də 1. B variantı. Keçirəm 19-a. Keçdim 19-a. Deyir, bərabəryanlı trapesiyanın oturacaqları 24 cm və 16 cm-dir. Yan tərəfi isə 12 cm-dir. Bu trapesiyanın perimetrini tapın. Bərabəryanlı trapesiya çəkirəm. Deməli, oturacaqları 24 cm və 16 cm-dir uyğun olaraq. Yəni 24 isə aşağı oturacaqları daha uzundur, yuxarı oturacaq daha qısa olur. Yan tərəfləri də 12-dirsə, 12-nin üstünə 12 gələndə eləyir 24, üstə gəl 24, üstə gəl 16 bərabərdir, eləyəcək 64 cm. Cavabım olur A variantı. Keçirəm 20. 20-ci sualda deməli ortaq məxrəcə gətiririk. Yəni 4x çıxılsın 7 2-yə vurulacaq. Çünki məxrəc 9-dursa 18-ə gətirmək üçün sürətlə nə etməliyik? 9, daha doğrusu 2-yə vurmalıyıq. Bu da neçə eləyir? 8x çıxılsın 14 kiçikdir 3x üstə gəlinsin 2-yə. Ədədləri bir tərəfə, dəyişənləri bir tərəfə gətirib də hesablaya bilərsiniz. Yəni 8x çıx 3x kiçikdir 2 üstə gəl 14. 5x kiçikdir 16-dan, x da kiçikdir 3 tam, qalıqdakı nə olur? 1-dən. Əgər 3 qalıq 1 varsa, çünki 16-nı böldüm 5-ə.
Bu zaman x-in ala biləcəyi natural qiymətlər hansılardır? 1, 2 və 3-ün elə özü olur. Sizə nə deyir? Deyir ki, x-in ala biləcəyi bir rəqəmli cüt ədədlərin sayı. Bir dənə 2 cüt ədədim varsa, cavabım olur say cəhətdən A variantı 1. Çünki bizdən deyir ki, bir rəqəmli cüt ədəd neçə dənə ala bilər? Mən də deyirəm ki, bir dənə 2-ni alıbsa, elə deməli say da bir dənədir. Bugünlük mövzumuz bu qədər. Güman eləyirəm ki, izahlardan sizə nəsə bir qatqımız oldu. Növbəti dərslərdə görüşərik. Hələlik.